Salam, hər vaxtı seyir hörmətli izləyicilər. Bugün Xırdalanda 3 otaq çıxarışdı. Şəxsi ev, Qoşadaş ev çəkib sizə təqdim edirəm. Evimiz 2 sotonda 3-də yerləşir. Evimiz çox gözəl yerdə yerləşir. Marşrutla 100 metr məsafə arasındadır. Bu evimizin fasadınısıdır, belə görünüşüdür, xarici görünüşü. Belə bir həyəti var. Bilirsiniz. Keçəyin də evin arxasına. Evin arxasında əlavə həyətdə sanuzeldir. Burada bir sanuzeldir. Burada balon banka yığmaq üçündür. Pəncərəsi bütün evin həyətinə baxır. Bütün 4 tərəfi cütdaşla tikilmiş evdir, şəxsi evdir. Ev 2 sotonda 3-də yerləşir. Çıxarışlı bir evdir. İndi isə bu tərəfdə də evin böyüyünə keçmək olur. Marşrutdan 596 marşrutundan 100 metr məsafədə yerləşir evimiz. İndi isə pilləkənlərlə qalxırıq evin içərisinə. 7 daş pilləkəndir. Qalxdıq pilləkənlə. İndi isə daxil olduq evin koridor hissəsinə. Belə bir koridorudur. Solda qonaq otağıdır. Belə bir qonaq otağı var. Evdə nə görürsünüz, bütün əşyası qalır. Kondisioneri var, pərdəsi, bütün hər şeydə. Yaşayışlı bir ev. Belə bir sağda mətbəxi də geniş, pəncərəsi işıqlıdır, həyətə baxır. Evdə xaladenik, paltar yuyan, bütün nə görürsünüz, stul, bütün hər şey qalır. Burada isə geniş bir yataq otaqdır. Belə evin həyətinə baxır. Fikir verirsiniz, Qoşadaşdır. Çıxarışlı bir evdir. Burada isə 3-cü yataq otağıdır. Tam əşyalıdır. Burada da evin arxa hissəsinə, həyətinə baxır. Evdə nə görürsünüz, bütün hamısı qalır şərti ilə. Burada da sanuzel. Yaşayışlı bir evdir, şəxsi evdir. Nömrəmizi aşağıda qeyd edəcək, əlaqə saxlaya bilərsiniz, gəlib baxa bilərsiniz. Ev çox gözəl. Xırdalanda demək olar ki, bu qiymətə belə bir yaşayışlı ev, Qoşadaş, tam əşyalı ev redki düşür. Evimizin qiyməti 87.000 manata deyilir. Real alacaq olsa aşağı indirim olar. Sağ olun, Allah'a emanet.